Balakən rayonunun Körtava kəndində həyətyan nefsatça çıxarılır. Yol tərəfdən kubik daş ilə hasar alınmışdır. Həyətin girəcəyində ilin hər bir fəslində öz axarı ilə gedən suyu var. Cürbəcür bar verən meyvə ağaçları. Girəcəyin sağ tərəfində çardaqlı mal damıdır. Həyətində 2 dənə tikili var. Sol taraf, sağ tarafta. Mal damıyla bitişik belə bir tikintisi var. Yan tarafında. Gördüğünüz bu ise yeni tikildi. Yay faslında istifade olunur. 2 tane geniş iri otaqları var. Hamamı təmirlidir, gördüğünüz kimi. Torpaq seviyesine 7 plakan yukarıda tikilmiştir. Girəcəyin sol tarafında yataq otağıdır. Girəcəyin sağ tarafında yine belə bir otaqdır. Bu hissədə evin mətbəxtidir. Geniş belə bir qonaq otağı kimi istifadə olunur. Otaq genişdir. Dörd otaq və mətbəxdən ibarətdir. %25 sot həyətyanı torpağı var. Evin yan tarafında 2 hektar torpağı var. 130 soma fındıq ağaçlarıdır. Bağ iridir, genişdir. Yani ön tarafı Qılavdın yola çıxır. Motorsuz öz axarı ilə çıxan suyu var, yəni motorsuz çıxır. Yan tarafta toyaq damı var. Həyətyanı torpağına əlavə qeyd etdiyim kimi 2 hektar evə ait torpağı var. Evin arka tarafında da fındıq bağıdır. Evin yan taraftan və evin arka tarafında da qeyd olunur kimi 2 hektar torpağı, bu hissədə də fındıq bağıdır. Həyətinə ait ayaq yolusudur. Navesin alt hissəsində çörək kürəsidir.
qiyməti 65 min manata təklif olunur. Real alış şərti ilə yaxınlaşsanız qiymətdə endirim olacaqdır.